Salam, hər vaxt xeyir olsun dəyərli qrup üzvləri, Telegram kanalının üzvləri və eləcə də YouTube kanalının izləyiciləri. Hər vaxtınız xeyir olsun. Gəlin biz bir də nəzər salaq. Bizim aşağıdakı əməliyyatlarımız qalır və biz demək 5168-dən 40 dollarlıq bir yüksəliş üçün alış əməliyyatlarını söylədik. Və bu alış əməliyyatları biz bunu nə vaxt söylədik? Demək, yerli saatdan saat 10:49-da söylədik ki, qızılda erkən baylar 5168-dən 40 dollarlıq qalxışla 5208-lərə kimi, yəni 40 dollarlıq qalxış və bu 40 dollarlıq qalxış, yəni gördüyünüz kimi burada alış əməliyyatları 68-lər buradan, yəni 40 dollarlıq qalxış getdi. Amma bu uzun müddətli əməliyyatlar elə durur. Yəqin ki, sığortalayıb bunları bağlayaraq. Gəl bir nüansa nəzər salaq. Bugünün ən çox gəlirli cütlükləri hansı idi? Əlbəttə ki, Bitcoin ilə Ethereum idi. Bitcoin 68-300-lərdə alış idi. Diqqətlə baxaq. 68-300-lər buradan alışlar idi, kifayət qədər qalxdı. Ethereumda da bu nöqtələrdə alışlar idi, kifayət qədər qalxdı və diqqətlə baxın. Ethereumda da baylar 1980-dən idi. Yəni bu nöqtələrdən. Ondan sonra deyək ki, gümüşdə də alışlar var idi. Gümüşdə alışlar buradaydı, yəni kifayət qədər gəlir verdi. S&P, Nasdaq, Dow Jones-da da alış əməliyyatlarında da gəlirlər, yaxşı gəlirlər verdi. DAX-da da, Nasdaq-da da, S&P-də də, yəni bu nöqtələrdə alışlar idi. Gəlirlər, qəşəng gəlirlər verdi. Eləcə də funtun Yaponiya rəqabətində də əməliyyatları uğurla bağlandı. Euro dollarda, funt dollarda da əsasən də ən çox gəlir verən deməli qızıl 40 dollarlıq, gümüş, Bitcoin və Ethereum idi. Yəni burada biz səhər saatlarında gördüyünüz bu əməliyyatları paylaşdıq. Yəni gördüyünüz bu əməliyyatlar ki var, bunları paylaşdıq. Yəni tək olan demək erkən satışlar qızılda, deməli erkən satışlar 5135-lərdən gəldi. O yaxşı gəlir verdi, amma 5125-dən gələn gəlir, yəni 3 dollarlıq gəlir verdiyi üçün biz onu 3 qatına bazardan çıxmaq üçün dərhal biz burada qeyd etdik ki, erkən baylar 5140 dollarda bir qalxış. Yəni bu ilə həmin əməliyyatdan 2 qatına gəlirlə çıxdıq. Yəni bugünkü əməliyyatlar bunlardır. Yəni hamınız üçün xeyirli olsun, düşərli olsun. İnşallah gözləyək. Yəni sual verərsiniz ki, satışlar olar, olmaz. Satışlar qızılda baxaq görək saat neçədir? Yəqin ki, hardasa 1 saatdan sonra, saat yarımdan sonra bazarın istiqamətinə uyğun, yəni yenidən dünən axşamki kimi yenə çalışarıq ki, nəsə paylaşaq sənə. Yəni dünən bildiyiniz kimi dünən axşam biz paylaşdıq, hansı nöqtələrdə almaq lazımdır. Deməli, əsas alışlar bizdə 5045-dən idi, 5081-dən idi, 5100-lərdən idi, ən axırıncı 5100-lər idi. Yəni bunlar da uğurla nəticələndi. Belə uşaqlar, hamınıza uğurlar arzulayıram. Yəni bugün də gəlirlə çıxdıq. Gəlirlə çıxmayanlar kimlərdir? Gəlirlə çıxmayanlar, çıxa bilməyənlər, qızılda ardıcıl əməliyyat açanlar, bay açanlar və yaxud da sel açanlar, eləcə də böyük lotlarla bazara girənlərdir. Onlar biraz korreksiyada balansları dözmür və atır. Belə əzizlərim və yaxud da ki, əks əməliyyata yəni deyək ki, balans çatmır, eləcə də bəzi şirkətlərin ayrılığı marjinal ticarət xətti onlara şərait yaratmır ki, onlar bazara girib orada alqı-satqıları həyata keçirsinlər və ya da kilidləsinlər. Belə əzizlərim, sağ olun, inşallah görüşmək ümidi ilə. Bugün də çox şükür xeyirlə bağladıq, xeyirlə bazardan çıxdıq, hələlik görüşmək ümidi ilə.